Hər birinizi salamlayıram. Mən DÜT ailəsinin, yəni Düzgün Ünsiyyət Təşkilatının rəhbəri kimi bu ilin ən ünsiyyətçil gəncini sertifikatla təltif edəcəm. Sertifikat da verirlər. Hə, bəs sən nəyə görə gəlmişsən ki? Mən Coffee Break-ə gəlmişəm. Coffee break də var burada. Əlbəttə ki, bu sertifikatı ən ünsiyyətçil gəncimiz və hamımızın sevimlisi olan Ceyhun Mıkıyevə veririk. Sən sertifikatındır. 200 aldım. Əksiyet dünyanın hər yerində işləpasan. Bax görüm ora. Ceyhun Mıkıyev, Sans şirkət üçün gəlmişsiniz. Mənim sertifikatlarım bütün şirkətlərin iş prinsipinə uyğundur. Gətir görün baxım. Sənin DÜT təşkilatında sertifikatın var. Sənin sinxron alqışlama sertifikatın var. Sənin o 5 dəqiqəlik telefon deyib çatdığın sertifikatın var. Sən mənim şirkətimin işçisi olmalısan. Ay, bir dəqiqə dayanın görün, mənim olmalıdır. Dayan, təbrik edirsən, mənim işçim olmalıdır. Dəyərli Mıkıyev, mən sizə həqiqini biləcəm yemək. Siz mənim şirkətim Allah bilir, necə xoşuna gələcək. Hər şey bilirik. Biz sizə en yüksək maaş verəcəyik. Başa düşürsünüz? Gələcəksiniz orada bizim şirkət. Gəl bala, dur, yatmaq vaxtıdır. Bura yatmağa gəlmişəm, müştəriyə cavab ver. Müştəriyə cavab ver. Zəhra, Ceyhun, sən necəsən burada? heç nədana burada işləyirəm, kətə satıram. Sən o boyda sertifikatla burada işləyirsən? Heç nədana getdim müsahibələrə, iş bacarığına baxdılar, götürmədilər. Sən kətə verdi oradan. Bu dəqiqə qadan alım gözdə. Abada, isti kətəmi verəcəm. Qadan alaram. Ağzı şirin olsun. Gözdə izdasını verim. Qalsın. Çəkərək göylərə, eşək göylərə, böyüyən göydə olar. Göylərə, qaynana. O göyərti satan sizdən yaxşı oynar. Kətə olsaydı yeyərdik, bir gəncə kətəsi. Mövzu... Göstərib şirtlər. Hə, mövzu bənzəyirdi Sabunçu Gənclər evinə hardasa. Biz haranın sujetini izlədik, Rafael müəllim, biz haranın sujetini izlədik. Haran izlədik? Gəncənin sujeti necə idi? Gəlmişsən bura, həmən bitdi. Gəncənin sujeti necə idi? Soruşaq mı? Sən də oradaydın, siz də oradaydınız. Harada rastlaşmışsınız siz? Kətə pişirən. Konsertdə. Göyərti satan gəlməyib. Nə demək istəyirsiniz? Gəncə olduğunu nəzərə alaraq danışaq, bu yarışmanın ən güclü komandalarından biri olduğunu düşünərək danışaq, çünki... Burada bir xal atdın ucu. Bəli, çünki biz onlardan nə sujetlər görmüşük. Eləyiblər, onu demək istədik. Mənim şəxsi fikrim həmişəki kimi deyildi. Biz Gəncədən daha möhtəşəm sujet... O qədər önəmsizdir. önəmlidir ki, burada. Sən deyən kimi çıxıb gedirlər burada. Coşqun müəllim. Olması bir çəkiliş deyildi, amma uşaqlar əziyyət çəkiblər. Yəni, bəlkə də bu sertifikat mövzusu axır vaxtlar çox aktualdır, çox populyardır. Yalancı sertifikatlardan gedir söhbət. Amma burada uşaq gör nə qədər əziyyət çəkir ki, bəyəki videonun elə bir əksi idi. Yəni, hətta iş tapa bilmir. Bölüşdürə bilmirlər onu. Yox, sonra biz onu yuxu görürük. O sertifikat alan uşaq belə, yəni oxuyan, əsl sertifikat alan deyil, eləmi? Layiqli onu deyil. biz qeyd edeyim də. İşte o tək oturmuşdu. Orada deyirik ən ünsiyyətçil gəncini deyəndə hamı gözləyir ki, Zəhra olacaq, həmin onu qucaqlayır ki, 100% sənsən də. Və niyə ona verirlər? Bax, o çatmaz. Söhbət odur. Bəzi şeyləri tam ürəklə işləyə bilmirik. Biz orada hələ kadr kəsmişik, götürmüşük. Orada da bir yer var, Şəngəzdən bəhs edir. Biz ona məcbur qaldıq ki, dinamikanı itirməsin deyə kəsməli olduq. Məsəl üçün. Əgər o keçən dəfə dinamik işləmişdik misal üçün, amma elə oldu ki, sonra kəsməli olduq, 2 dəfə kəsməli olduq hətta. O elə oldu ki, siz baxdınız, məsələn, mənanı başa düşmədiniz ki, məna itdi orada. Hə, bax, burada da biz elə bildik ki, həqiqətən layiqli bir sertifikat
alan gəncdir. Amma Biz sonra onu, bilinir biz ki onu tez və şey verə bilmək üçün burada kütlə oturmuşdu, amma orada o tək oturmuşdu. Amma orada deyir ki, yox, tək ən otursa da ünsiyyətsiz yanında heç gəncinə olmasa veririk. axran olardı. Tək Ya ola bir nəsə bilər, biz pint uşaq idi o. Biraz Ya əlində açar Eyvah. olardı, Ola bilər ya ki, bir qızlar nəsə onu bir- yaxın buraxmırlar, oturmurlar. Çünki burada çoxsu qadın idi də. Ona görə də belə, yəni Biraz açmamısınız. anlaşılmazlıq oldu. Sifarişi Amma açmamısınız. ünsiyyətçi sözünə qulaq asanda görürsən ki, ünsiyyətdən qıraqdır da. Biraz da biz onu vermək istəmişik. O, o mənada deyir, ən gəncinə ünsiyyətçi veririk. deyir ki, sertifikatı verən deyir, ən ünsiyyətçi. Gəncinə. Bu da görür hə. Hardan gəlmişsin?